Zahidə Məmmədsalahovanın dünyasını dəyişdiyini bilirlərmi? Bir susqunluq var. Azından bir ailəsinə zəng vurun. Azından ailəsinə bir başsağlığı verin. Nə qədər bunların üzərində adı sallanacaq. Ay Mədəniyyət Nazirliyi, nə qədər bunun üzərində adı sallanacaq. Bu qadın ömür boyu ad istədi. Bir dənə əməkdar artist adını siz ona vermədiniz. Elə hey əməkdar artist deyə qaldı. Bu adları siz verin də, bu Zahidə Məmmədsalahova kimi xanımlara da bu addan verin də. Niyə vermədiniz? Bu qadın niskinli getdi, narazı getdi, küskün getdi, qeyri-adi ifaçı idi. O səs, Azərbaycanda elə bir səs heç kimdə yox idi. Məhz Zahidə Məmmədsalahova var idi. Dəfələrlə gəldi Mədəniyyət Nazirliyinə. Bilirəm, mən də çöldə gözləyirdim onu. O qədər ayaq döydü ora. O qədər ayaq döydü Mədəniyyət Nazirliyinə. Xırda bir təşəkkür də eləmədiniz ona. İndi qadın dünyasını dəyişib. Azından ailəsinə zəng vurun da, bir başsağlığı verin də, nə qədər siz bunun üzərində quracaqsınız hər şeyi. Nə qədər bununla yenə də deyəcəm, bu adamın ailəsinə azından bir zəng vurun da, başsağlığı verin də. Bütün konsertlərinizdə iştirak edib, bölgələrdə, cəhbələrdə, əskərlərimizin qarşısında, döyüşçülərimizin qarşısında, xaricdə konserti olub, ansambl olub, onun çox böyük bir ansamblı. Bu dəqiqə onun bir məktəbi var. Zəng vurun ailəsinə bir təşəkkür edin də. Zahidə Məmmədsalahova zamanının çox məşhur müğənnilərdən birisi olmuşdu. Ələkbər Tağıyevlə, Tahir Əkbərlə, Cavanşir Quliyevlə, müasirlərdən də Mətanət Dadaşovla, Elza Seyidcahanla işləmək istəyirdi, işləmişdi. Sıradan birisi müğənni deyil. Dünyasını dəyişib. Mənim üçün maraqlıdır. Mədəniyyət Nazirliyi, Azərbaycan, belə deyim də, Respublikasının Mədəniyyət Nazirliyi var ki, hansı ki, müğənnilərlə, mədəniyyətə, incəsənətə aid olan şəxslərlə, nə bilim, insanlarla, adamlarla, məhz bunlar maraqlanır, nə bilim, son cavabı bunlar verir, bütün hadisələrə münasibət bildirirlər.